Kiçik yaşda ailəsini itirdi. Körpə yaşlarında ağır bir xəstəlik keçirdi və bu xəstəlik səbəbindən çəkisi 180 kiloqrama qədər yüksəldi. Gözən durmuş, uşaq yaşlarından sürətlə kökəlməyə başladı. Məktəbdə həmyaşıdları onu lağa qoyur, artıq çəkisi ucbatından onu özlərindən kənarlaşdırırdılar. O çölə çıxmır və özünü olduqca pis hiss edirdi. Amma bir gün niyə mən davam etməməliyəm deyib universitetdə oxumağa qərar verdi. O bütün bu çətinliklərə baxmayaraq təhsilindən imtina etmədi. Məktəbə distant olaraq davam etdi. Evdə tək başına dərs oxudu. Hətta ingilis dilini belə özü tək başına öyrəndi. Bu əzmin nəticəsində 75% təqaüdlə özəl universitetdə psixologiya ixtisasını qazandı. Təbii ki, orada da manqurtlardan canını qutara bilmədi. Amma heç vaxt onlara təslim olmadı. Müalicə ilə 50 kilo arıqladı və 2025-ci ildə universiteti bitirdi. İndi isə onun ən böyük arzusu magistr təhsilini tamamlayıb psixoloq olmaq və həyatda özü kimi çətinlik yaşayan insanlara kömək etməkdir.